Epispadiya nədir? Epispadiya sidik kanalının xarici dəliyinin orqanın ucunda deyil, üst tərəfində hər hansı bir nahiyə açılmasıdır. Epispadiyanın 3 forması var. Qlandulyar forma, hansı ki kanal baş hissəsində üst tərəfə açılır. Digər penil forma, epispadiya cismində üst tərəfində bir hissəyə açılır və penopubik forma epispadiya burada isə kanal simfis sümüyü dediyimiz nahiyədə bir hissədə açılır. Əlamətləri sidiyin düzgün formada xaric edilməməsidir. Yüngül formalarda, yəni qlandulyar formalarda üst tərəfdə səpələnmiş formada bir xaricə çıxır sidiyi. Penil formada həmçinin dağınıq formada sidiyə çıxır. Penopubik formada isə sidik çıxışından əlavə böyrəklərdə sidiyin geri qayıtması, ağır forma olan penopubik formalarda sidiyin xaric olması düzgün olmur. Bununla yanaşı sidik hissəsinin boynu düzgün olmadığına görə sidik geriyə, sidik hissəsinə və oradan da böyrəklərə geri qayıda bilir. Yəni yanaşı olaraq da sidik axınının reflüksı, geriyə qayıtması da müşahidə olunur. Əməliyyat yaşı 6 ayından 18 aya qədərdir. Daha yaxşı bu yaşlarda icra olunmalıdır. Əməliyyatın metodikası kanalın formalaşdırılmasına ibarətdir. Yəni kanal hardasa, hara açılıbsa, oradan kanalın düz ucuna qədər, orqanın ucuna qədər yığılmalıdır. Epispadiyası olan uşaqları boş yerə gözləmək olmaz. Müalicəsi yalnız cərrahi yolundadır.